Ağalarov Development şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma Sibrizdə istismara verilmiş Park Residence 2 layihəsini təqdim etdi. Bu layihə çərçivəsində 1260 mənzildən ibarət 7 mərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur, hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində Sibriz ümumilikdə 4000-ə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz Park Residence 2 layihəsinin binalarında yerləşiblər. Sonra Prezident İlham Əliyevə Sibrizin ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahatlıq yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək üçün açıq və qapalı hovuzlar, fitness mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, həmçinin fəvvarələr yaradılıb. Burada eyni zamanda məktəb, uşaq bağçası, xəstəxana inşa edilib. Abadlıq işlərinə xüsusi diqqət yetirilib. 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb. Daimi yaşayış və yüksək səviyyəli istirahət infrastrukturunu özündə birləşdirən Sibriz, gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu çox sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir. Xəzər dənizinin sahilində Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən Sibriz 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadrat metrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb. Əsas layihələri sahil zolağında yerləşən Sibriz gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha da cəlbedici eləyəcək. Nəhəng 11 mərtəbəli liner formasında inşa edilən mənzillərdən və otel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan Caspian Dream Liner süni adada tikiləcək. Burada apart otel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində Sibriz qlobal
turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. İri miqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir. Layihələndirmə işlərinə dünya şöhrətli memarlar cəlb olunur. ...2028-ci ilədək burada daha 700 binanın tikintisi, həmçinin aypara şəklində ümumilikdə 50 hektar sahəni əhatə edən nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin otelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq. Sibrizdə həyata keçirilən layihələr həm də mühüm sosial rol oynayır. Yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir. Yaxın 5 ildə isə daha 5 milyard dollardan çox sərmayənin cəlb edilməsi planlaşdırılır. Qeyd edək ki, 2024-cü ilin yekunlarına görə Sibriz ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergi ödəyiciləri sırasında yer alıb.